Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün size fiil, konjunktiv zwei mövzunun davamı olarak modal fiiller konjunktiv zwei'da necə düzəlir onu izah edirəm. İlkin olarak konjunktiv zwei nədir onu yadımıza salaq. Konjunktiv zwei Alman dilində arzu, ehtimal, xahiş, ehtiram, şübhə, şərt, mövcud olmayan hal və ya reallıqdan uzaq vəziyyətləri, bəzən də əmri ifadə edən feil formasıdır. Konjunktiv zwei forma danışıq zamanı daha nəzakətli olmaq üçün istifadə olunur, hansı ki qeyd etdik ehtiram cümlələrində. Keçən dərslərimizdə haben, sein, werden köməkçi feilləri və Vollverben, yəni əsas feillər konjunktiv zwei'da necə düzəlir artıq onu öyrənmişik. Bugün isə modal verbin, yəni modal feillər konjunktiv zwei'da necə düzəlir onu öyrənirik. Modal feillərin konjunktiv zwei forması modal feillərin sayda keçmiş zaman formalarına umlaut əlavə edilməsi ilə düzəlir. Sadəcə sollen modal feili umlaut qəbul etmir, wollen modal feili isə demək olar ki, konjunktiv zwei formada istifadə olunmur. Können bacarmaq, bilmək modal feili ilə başlayaq. Əvvəlcə bunu qeyd edim ki, bütün modal feillər ayrı-ayrılıqda hər biri geniş və daha ətraflı şəkildə izah olunub. Əgər modal feillərin özünü yaxşı bilmirsinizsə, zəhmət olmasa modal feilləri yaxşı öyrənin. Daha sonra bu mövzuya keçə bilərsiniz. Çünki o mövzunu bilmədən bu mövzu sizdə qarışıqlıq yarada bilər. Bu dərsimizdə isə mən cümlələri qarşılaşdırmalı şəkildə izah edəcəm ki, konjunktiv zwei formanı daha yaxşı başa düşəsiniz. Können bacarmaq, bilmək modal feilini indiki zamanda şəxslərə görə təsvirləndirək. Ich kann, du kannst, sie, es kann, wir können, ihr könnt, sie können. Buna aid nümunələrə baxaq. Mən üzməyi bacarıram, ich kann schwimmen. Uşaqlar rəsm çəkə bilirlər, yəni rəsm çəkməyi bacarırlar. Die Kinder können malen. Və yaxud mənim balaca qardaşım yaxşı pizza bişirə bilir, yəni yaxşı pizza bişirməyi bacarır. Mein kleiner Bruder kann eine gute Pizza kochen. Und so weiter və s. Gördüyünüz kimi bu cümlələrimiz bizim real cümlələrimizdir və bacarmaq feilinə görə biz können modal feilindən istifadə etdik. İndi können modal feili sadə keçmiş zaman formasında olur. Konnte şəxslərə görə təsrifləndirsək. Ich konnte, du konntest, sie, es konnte, wir konnten, ihr konntet, sie konnten. Buna aid nümunələrə baxsaq. Früher konnte ich schneller laufen. Əvvəllər mən daha tez qaça bilirdim. Sie konnten die Aufgaben ohne Hilfe lösen. Onlar tapşırığı köməksiz həll edə bildilər. Deməli, dedik ki, konjunktiv zwei forması sayda keçmiş zaman formasına umlaut əlavə edilməsi ilə düzəlir. Bu zaman olur könnte. Şəxslərə görə təsrifləndirsək, ich könnte, du könntest, sie, es könnte, wir könnten, ihr könntet, sie könnte. Nümunəyə baxsaq, uşaq olanda üzgüçülük kursuna getsəydim, indi üzməyi bacarardım. Görürük ki, biz bu cümlədə reallaşmayan bir hadisə var. Yəni, hadisənin qeyri-real olduğunu göstərir. Gəlin ilkin olaraq bu cümləni biz real vəziyyətdə deyək ki, mən uşaq olanda üzgüçülük kursuna getmişəm. Buna görə də indi üzməyi bacarıram. İndi üzə bilirəm. Ich habe als Kind einen Schwimmkurs besucht, deshalb kann ich jetzt schwimmen. Bu cümlə artıq reallığı bildirir. Yəni, mən uşaq vaxtı üzgüçülük kursuna getdiyimə görə indi o işin nəticəsi olaraq üzməyi bacarıram. Ancaq bizim konjunktiv zwei aid olan nümunəmizə baxsaq, uşaq olanda üzgüçülük kursuna getsəydim, indi üzməyi bacarardım. Deməli, bu cümləni biz Alman dilində demək istəyiriksə, bacarardım, yəni bacarmaq feilinə görə können modal feilindən istifadə etməliyik. Bacarardım, yəni
hal-hazırda bacarmadığım üçün, yəni misal üçün indi üzməyi bacarıram, ich kann jetzt schwimmen. Nəqli cümlə şəklində deyirik. Amma bacarardım artıq bu forma qeyri-real olduğuna görə biz mütləq konjunktiv zweidən istifadə etməliyik. Wenn ich als Kind einen Schwimmkurs besucht hätte, könnte ich jetzt schwimmen. Uşaq olanda üzgüçlük kursuna getsəydim, indi üzməyi bacarardım. Könnte ich jetzt schwimmen. Deməli, bu cümlə şərti cümlədir və keçmişdə baş verməmiş bir hadisənin indiki nəticəsini ifadə edir və bu tip cümlələrə gemişdə kombinasional zat deyilir, yəni qarışıq şərt cümləsi. Gördüyünüz kimi, bu cümlədə hadisə qeyri-realdır. Buna görə də konjunktiv zweidən istifadə etdik. Bu cümlənin alternativi olaraq uşaq vaxtı üzməyi öyrənsəydim, indi onu bacarardım. Hätte ich als Kind schwimmen gelernt, könnte ich es jetzt. Daha sonra nəzakətli formada sual və ya xahiş etdikdə biz können modal feilinin könnten, yəni konjunktiv zwei formasından istifadə edə bilərik. Məsələn, Entschuldigung, könnten Sie mir helfen? Üzr istəyirəm, zəhmət olmasa mənə kömək edə bilərdiniz. Təbii ki, biz bu cümləni können modal feili ilə də deyə bilərik. Entschuldigung, können Sie mir helfen? Sadəcə olaraq konjunktiv zwei formadan istifadə etdikdə bu bizim daha nəzakətli olduğumuzu göstərir. İkinci nümunəyə baxsaq, könntest du ein Foto von mir machen? Mənim şəklimi çəkə bilərsən, mənim şəklimi çəkə bilərdin kimi tərcümə olunur. Daha sonra ikinci modal feilimiz dürfen icazəsi olmaq. Dürfen icazəsi olmaq modal feili indiki zamanda şəxslərə görə təsrifləndirsək, ich darf, du darfst, sie es darf, wir dürfen, ihr dürft, sie dürfen. İndiki zamana aid nümunələrə baxsaq, im Theater darf man nicht rauchen. Teatrda sigaret çəkmək olmaz. Yəni icazə verilmir. Man darf hier parken. Burada avtomobil park etmək olar, saxlamaq olar. Dürfen modal feili sadə keçmiş zaman formasında olur. Durfte. Şəxslərə görə təsrifləndirsək, ich durfte, du durftest, sie es durfte, wir durften, ihr durftet, sie durften. Sadə keçmiş zaman formasına aid nümunələrə baxsaq, als Kinder durften wir lange draußen spielen. Biz uşaq olanda çöldə uzun müddət oynamağa icazə vardı. Bu cümləmiz bizim sadə keçmiş zamana aid cümlələrdir. Konjunktiv zwei formasında isə sadə keçmiş zaman formasına umlaut əlavə edilməsi ilə düzələcək olur dürfte. Şəxslərə görə təsrifləndirsək, ich dürfte, du dürftest, sie es dürfte, wir dürften, ihr dürftet, sie dürften. Və konjunktiv zwei forması Azərbaycan dilinə şərti, ehtimal, nəzakət kimi tərcümə olunur. 3 əsas istifadəsi var. Birinci şərt icazəm, yəni əgər olsaydı, məsələn, əgər onların kimlikləri olsaydı, içəri girə bilərdilər. Wenn Sie einen Ausweis hätten, dürften Sie eintreten. Gördüyünüz kimi, bu cümlədə şərti icazə var. Yəni, əgər onların kimlikləri olsaydı, onlar içəri girə bilərdilər. Yəni, kimlikləri olmadığına görə içəri girə bilmirlər. Əgər icazə olsaydı, mən daha uzun qala bilərdim. Wenn es erlaubt wäre, dürfte ich länger bleiben. Daha sonra ehtimal və yaxud təxmin cümlələrində das dürften ihre Bücher sein. Yəqin ki, bunlar onun kitablarıdır və yaxud da ki, bunlar onun kitabları ola bilər. Əgər onun yaxşı qiymətləri varsa, kursda iştirak edə bilər. Wenn gute Noten hat, dürfte an dem Kurs teilnehmen. Üçüncü isə nəzakətli icazə istəyi formasında istifadə oluna bilər. O sənin kitabını götürə bilər. Dürfte dein Buch nehmen. Sual verə bilərəm. Dürfte ich etwas fragen? Təbii ki, biz bunu darfla da
istifadə edə bilərik. Amma qeyd etdiyim kimi konjunktiv sifət forma ilə deyildikdə bu bizim daha nəzakətli olduğumuzu göstərir. Daha sonra mögen xoşlamaq modal feili indiki zamanda şəxslərə görə təsrifləndirsək, ich mag, du magst, sie es mag, wir mögen, ihr mögt, sie mögen. Cümlələrə baxsaq, meine Mutter mag die rote Bluse. Anam qırmızı köynəyi xoşlayır. Seine Kinder mögen keine Pizza. Onun uşaqları pizza xoşlamır. Sadə keçmiş zaman formasında isə mögen modal feili olurdu mochte. Şəxslərə görə təsrifləndirsək, ich mochte, du mochtest, sie es mochte, wir mochten, ihr mochtet, sie mochten. Nümunələrə baxsaq, früher mochte ich bitter Schokolade. Əvvəllər mən bitter, yəni qara şokolad xoşlayırdım. Früher mochtest du keinen Spinat. Əvvəllər sən spanaq xoşlamırdın. Bayaq qeyd etdiyimiz kimi, modal feillərin konjunktiv sifət formasını düzəltmək üçün sadə keçmiş zaman formasına umlaut əlavə edilir. Mochte olur möchte. Şəxslərə görə təsrifləndirsək, ich möchte, du möchtest, sie es möchte, wir möchten, ihr möchtet, sie möchte. Ancaq burada artıq kiçik bir nüans var ki, möchten özü modal feil kimi ayrılıqda istəmək kimi istifadə olunur. Yəni, mögen xoşlamaq feilinin konjunktiv sifət forması möchten istəmək kimi tərcümə olunur. Möchten formasından daha çox restoranlarda, mağazalarda sifariş verərkən və yaxud da xahiş edərkən istifadə olunur. Möchten forma nəzakətli istək kimi gedir. Nümunələrə baxsaq, was möchten Sie bestellen? Nə sifariş vermək istərdiniz? Ich möchte gerne einen Salat. Mən salat istərdim və yaxud da ki, haben feilinin konjunktiv sifət forması ilə də deyə bilərik. Ich hätte gerne einen Salat. Mən salat istərdim. Gördüyünüz kimi bu dialoq restoranda istifadə olunur. Daha sonra hər hansısa bir mağazada welches Kleid möchten Sie anprobieren? Hansı donu geyinib yoxlamaq istərdiniz? Ich möchte gerne das rote Kleid in Größe M anprobieren. Qırmızı donun M ölçüsünü geyinib yoxlamaq istərdim. Və yaxud da haben ilə cavab verə bilərik. Ich hätte gerne das rote Kleid in Größe M. Qırmızı donun M ölçüsünü istərdim. Daha sonra sollen, malı, məli modal feilimiz. Sollen modal feili indiki zamanda hər hansısa bir tapşırıq, tövsiyə, göstəriş üzərində qurulan cümlələrdə istifadə olunurdu. Sollen modal feili indiki zamanda aşağıdakı kimi şəxslərə görə təsriflənir. Ich soll, du sollst, sie es soll, wir sollen, ihr sollt, sie sollen. Sadə keçmiş zaman formasında olur sollte. Şəxslərə görə təsrifləndirsək, ich sollte, du solltest, sie es sollte, wir sollten, ihr solltet, sie sollten. Modal feillər haqqında ümumi məlumat verərkən qeyd etdik ki, sollen modal feilidir ki, konjunktiv sifətdə umlaut qəbul etmir. Sadə keçmiş zaman forması ilə eyni olaraq qalır. Konjunktiv sifətdə şəxslərə görə təsrifləndirsək, ich sollte, du solltest, sie es sollte, wir sollten, ihr solltet, sie sollten. Nümunələrə baxaq. Ich fühle mich kraftlos. Mən özümü gücsüz hiss edirəm. Yəni, fərz eləyək ki, bu ata və oğul arasında olan bir diyaloqdur. Oğul atasına deyir, indi isə ata oğluna cavab verir ki, du solltest jeden Tag Sport treiben. Dann fühlst du dich sehr kräftig. Bu zaman sən özünü güclü hiss edəcəksən. Gördüyünüz kimi, bu cümlədə artıq sollen modal feili konjunktiv sifətdə nəzakətli məsləhət kimi istifadə olundu. Digər nümunə. Bu da yenə dialoq bir şəklində nümunədir. Ich bin krank. Mən xəstəyəm. Ana isə deyir ki, məsələn, du solltest im Bett bleiben. Sən yataqda qalmalısan. Nədir? Nəzakətli məsləhət. Daha sonra müssen malı məli modal feilimiz indiki zamanda şəxslərə görə təsrifləndirsək,
Ich muss, du musst, er sie es muss, wir müssen, ihr müsst, sie müssen. Sadə keçmiş zamanda şəxslərə görə təsrifləndirsək, müsbət modal feil olurdu musste. Şəxslərə görə təsrifləndirsək, ich musste, du musstest, er sie es musste, wir mussten, ihr musstet, sie mussten. Konjunktiv sifət formasını düzəltmək üçün isə umlaut əlavə edəcəyik. Olur müsste. Şəxslərə görə təsrifləndirsək, ich müsste, du müsstest, er sie es müsste, wir müssten, ihr müsstet, sie müssten. Nümunələrə baxsaq daha yaxşı başa düşərik. Məsələn, ich muss arbeiten. Mən işləməliyəm. Bu nədir? Real vəziyyəti bildirir. Yəni mənim işə ehtiyacım var və mən mütləq şəkildə işləməliyəm. Ancaq konjunktiv sifətdə istifadə edəriksə, wenn ich Geld brauche, müsste ich arbeiten. Əgər pula ehtiyacım olsaydı, mən işləməli olardım. Yəni, mənim pulum var və işləməyə ehtiyac yoxdur. Əgər pula ehtiyacım olsaydı, mən işləməli olardım. Bu nədir? Qeyri-real vəziyyəti bildirdi. Buna görə də biz artıq konjunktiv sifət formadan istifadə etdik. Və yaxud digər nümunə, er muss zum Arzt gehen. O, həkimə getməlidir. Bu cümləmiz real vəziyyəti bildirir. Məsələn, başı ağrıyır, gözü ağrıyır. Biz artıq mütləq şəkildə deyirik ki, o həkimə getməlidir. Er muss zum Arzt gehen. Əgər konjunktiv sifətdə istifadə etmək istəyiriksə, məsələn, əgər o xəstə olsaydı, həkimə getməli olardı. Yəni, xəstə deyil və həkimə də getmək məcburiyyətində deyil. Deməli, nədir? Qeyri-real vəziyyəti bildirir. Wenn er krank wäre, müsste er zum Arzt gehen. Əgər o xəstə olsaydı, həkimə getməli olardı. Müssen və sollen modal feilləri biz bilirik ki, malı məlik kimi tərcümə olunur. Sadəcə bu modal feilləri fərqləndirən müssen modal feilində məcburiyyət var. Yəni bu qayda qanunu belədir, olmalıdır. Ancaq sollen modal feilində isə kiminsə tövsiyəsinə əsasən hərəkət edirsən. Yəni müəllim məsləhət görür ki, sən dərslərini oxumalısan. Anan məsləhət görür ki, sən həkimə getməlisən. Yəni burada bir tövsiyə var. Ancaq müsbət modal feilində isə məcburiyyətdir. Sən dərslərini oxumalısan. Xəstəsənsə mütləq həkimə getməlisən və s. Modal feillərin konjunktiv sifətdə keçmiş zamanda necə düzəlir, onu sizə izah edirəm. İlkin olaraq biz bilirik ki, modal feillər indiki zaman, sadə keçmiş zaman və mürəkkəb keçmiş zamanlar olan perfekt und plusquamperfekt zaman formalarında işlənə bilir. Ancaq şifahi danışıqda və almanların daha çox üstünlüyü verdiyi zaman forması keçmiş zamanlara aid olaraq deyirəm ki, sadə keçmiş zaman formasıdır. Təbii ki, biz modal feillərin konjunktiv sifət formasında keçmiş zamandan bəhs ediriksə, o zaman aşağıdakı kimi düzəlir. Bütün modal feillər konjunktiv sifət keçmiş zamanda haben köməkçi feilinin konjunktiv sifət forması ilə düzəlir. Əgər nəqli cümlədirsə, haben köməkçi feilinin konjunktiv sifət forması ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Əsas feilimiz məsdər formada və modal feilimiz ilə birlikdə cümlənin sonunda gəlir. Əgər modal feillərin konjunktiv sifət forması keçmiş zamanda işlənirsə, burada artıq gerçəkləşməmiş öhdəliklər kimi tərcümə olunur. Yəni, keçmişdə o hərəkət baş tutmayıb. Nümunələrə baxsaq, məsələn, modal feil indiki zaman aid bir nümunəyə baxaq. Siz saat 8-də vağzala getməlisiniz. Sie müssen 8 Uhr zum Bahnhof gehen. Modal feilin keçmiş zaman formasına baxsaq, yəni sadə keçmiş zaman forması. Siz saat 8-də vağzala getməliydiniz. Sie mussten 8 Uhr zum Bahnhof gehen. Konjunktiv sifət keçmiş zamanda isə artıq gerçəkləşməmiş öhdəlikdir. Siz saat 8-də vağzala getməliydiniz. Ancaq getmədiniz kimi tərcümə olunur. Sie hätten 8 Uhr zum Bahnhof gehen müssen. Bu formanı gördünüzsə, deməli,
keçmişdə gerçəkləşməyən bir öhdəlikdir. Siz vağzala getməliydiniz, ancaq getməmisiniz. İkinci nümunə, onlar səhnədə rəqs edə bilərlər. Sie können auf der Bühne tanzen. Sadə keçmiş zaman formasında onlar səhnədə rəqs edə bilərdilər. Sie konnten auf der Bühne tanzen. Konjunktiv 2-də isə onlar səhnədə rəqs edə bilərdilər, ancaq etmədilər. Sie hätten auf der Bühne tanzen können. Mənə kömək edə bilərsiniz? Könnten Sie mir bitte helfen? Mənə kömək edə bilərdiniz. Sie konnten mir helfen. Mənə kömək edə bilərdiniz, ancaq etmədiniz. Sie hätten mir helfen können. Gördüyünüz kimi bilərdiniz, getməliydiniz. Bunlar hansı modal feillərdir? Malı məli, müssen və yaxud da sollen. Bilərdiniz, bacarardınız, können. Digər nümunələrə baxaq. Uşaqlar bu şeiri əzbər öyrənməliydilər, ancaq heç kim öyrənməyib. Die Kinder hätten diese Gedichte auswendig lernen sollen, aber niemand hat gelernt. Köynəyi almadan əvvəl geyinib yoxlamalıydım. Ich hätte die Bluse vor dem Kauf anprobieren sollen. Əgər dağa getsəydik, siz xizək sürməyi öyrənə bilərdiniz. Wenn wir auf den Berg gegangen wären, hättet ihr Skifahren lernen können. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.